Hoş gördük mənim əzizlərim. Bugün sizlərə mən Ulu Borçalımızın baş keçid mahalının Kirovelinin şair oğlu, şair Qəzənfər bəy Yasoğlu yaradıcılığından gözəl bir şeir paylaşıram. Şair yazır ki, əsildən, nəsildən xəbərsiz olan, zatı qırıq olandan adam olar mı? Başını təm bölüb soxsan da ağıl, təməlsiz ağıldan ağıl olar mı? Qaloşluq şərəfdir, şərəflə deyən, şeytana daş atıb çuxasını geyən, qapılar dalında tulalıq edən, şərəfsiz adamdan insan olar mı? Daban yalayaraq taxtaca çatan, maşalı geyləyib küllükdə batan, qeyrəti vicdanı var hala satan, şalvar geyəndən kişi olar mı? Şərəfsiz adamdan insan olar mı? Sağ olun dostlar, var olun.